Mən Heydərov Səfər Bəhmanoğlu 1980-ci ildən bəri cərrah, travmatoloq işləyirəm. Cərrah olaraq sümük oynaq sistemi xəstəliklərinin və travmaların cərrahi və konservativ müalicələrini aparırıq. Hazırda ən çox bizim meyl etdiyimiz müalicə üsulu trombositlə zənginləşdirilmiş plazmanın sümük oynaq sistemi xəstəliklərində istifadəsinə aiddir. Bu müasir metod son 10-20 ildə populyarlaşmış, bərpa edici bir müalicə kompleksinə aiddir. Onun üçün bizim klinikada artıq personal bu işə hazırlanmışdır. Biz xüsusi İtaliyada, Çində hazırlanmış tərkibində geli olan plazmanı laborator şəraitində hazırlatdırırıq və bu xüsusi gel plazma tərkibini trombositlərlə zənginləşdirilir. Müəyyən hormonal oynaq daxili inyeksiyaların aparılması, miofascial ağrıların mənbəyinin araşdırılması və müalicəsi işləri ilə tanışıq. Bu problemlər olan insanları biz əvvəlcə bizim laboratoriya şəraitində yoxlamalar aparılır. Sümük oynaq patologiyasının mənbəyi bizim tərəfimizdən araşdırılır və sonra isə müvafiq müalicələr aparılır.